Salam, bugünkü açılımımız olacaq. Mən maşın ala biləcəyimi, kimlər maşınlar üstündədir. 3 variant edəcəm. Maşın ala biləcəyimi. 1, 2 və 3. Buyurun seçin. Başlayaq birinci variantını. Maşın ala biləcəyim yoxsa yox. Qısa bir açılım eləyəcəyik. Maşın ala biləcək yoxsa yox. Maşın ala biləcək yoxsa yox. Bilirsiniz necə? Elə bil ki, sizin hal-hazırdakı vəziyyətiniz buna uyğun deyil. Maşın almaq üçün. Yəni sizə əlavə nəsə bir gəlir gəlməlidir, kimsə nəsə kömək eləməlidir ki, siz bunu ala bilərsiniz. Bəs ala biləcəkmi? Bilirsiniz necə, ümumiyyətcə heç məsləhət də görülmür. Burada görünür ambisiyalar falan mən alacağım, deneyəcəm ki, öz rahatçılığına, öz stabiliyim, belə deyim də, biraz şöhrət sevən insandır bu. Qadın da ola bilər, kişi də ola bilər. Daha çox qadın kimi görünür burada. Ki, mən eləyəcəm, görsünlər ki, mən bunu elədim falan. Amma bilirsiniz necə, heç məsləhət də görülmür. Ola bilər, siz risk eləyərsiniz, gedərsiniz. Məsəl üçün də kreditə götürün mən. İnanın ki, verə bilməyəcəksiniz. Yəni, bu variantı seçənlər biraz ehtiyatlı olsun. Çünki indi onun üçün maşın vaxtı deyil. Bəli, gözləmək lazımdır. Gözləmək lazımdır. Və sonraki vəziyyətlə yaxşı indi olmur. Və sonra ola bilərmi? Aydındır. Bilirsiniz necə? Sizə nəsə gəlməlidir, elə bir yardım kimi, kömək kimi nəsə gəlməlidir sizə. Siz gözləməlisiniz. Gözləməlisiniz. İndi bunun üçün vaxt deyil. Sonraki periodu şans kimi çıxır da. Belə bir şey olacaqsa, kimsə kömək eləyəcək bunu almağa. Amma indi bunu siz özünüz eləməyə çalışsınız ki, yox, mən gözləmirəm, mən alıram. Onda çox peşman olacaqsınız. Çünki verə bilməyəcəksiniz də. Bəli, sizə kimsə kömək eləyəcək və siz bunu ala biləcəksiniz. İndi bunun vaxtı deyil. Məsləhət deyilməyəcək. İkinci variant sizin üçün hələ tezdir də. Yəni, imkanlarınız ona imkan verməyəcək. Hətta çalışsaq, belə cəhd belə eləsək, verə bilməyəcəksiniz. Maşın görünür mü? Şöyle quşlar. Bilirsiniz necə? Birinci variant oxşar bir şey çıxır burada. Nəsə seçim arasında qalacaqsınız siz. Elə bil ki, pulu, elə bir vəziyyət yaranacaq ki, məsəl üçün, sizin əlinizdə pul var da, tutaq ki, mən gedib bu qədər verib pul ala bilirəm. Amma elə bir vəziyyət yaranacaq ki, siz onu başqa şeyə verməli olacaqsınız. Bilirsiniz necə? Məsəl üçün, yığmışam, əlimdə bu qədər pul var, aparacam, verəcəm, alacam və yaxud da ilkin ödəniş eləyəcəm, qalanını verəcəm. Amma elə bir şey yaranacaq ki, elə bu pulu siz başqa şeyə verməli olacaqsınız, başqa bir şeyə. Yox, görünmür hələ ki burada. Bir sonraki variantda, sonraki müddətdə ala biləcəyimi sonraki müddətdə maşın yox, mən hələ ki görmürəm. Hələ ki mən sizə görmürəm maşın.
Maşın ümumiyyətcə, tak. Ümumiyyətcə sizin qismətinizdə maşın var. Maşın var. Elə bir ki, hal-hazırda siz pulu başqa bir şeyə verməlisiniz. Nəsə bir şey çıxacaq. İnşallah ki, yaxşı bir şey çıxsın. Çox adam baxır. O nəsə çıxacaq, siz pulu başqa bir şeyə verməli olacaqsınız. Amma sonraki periodda bəli, sizin qismətinizdə var, özü çox uğurludur. Elə ki, bu sizə uğur gətirəcək. Yəni, siz hədəfə çatacaqsınız, onsuz da maşınınız olacaq sizin. Mütləq olacaq. Üçüncü variant. Maşın alabiləcəmmi? Maşın alabiləcəmmi? Tak, maşın. Alabileceğim maşın. Maşın alabileceğimi. Bəli. Bəli, bəli, bəli. Özdəki tezliyi çıxır. Çox elə vaxt keçməli deyil. Siz bunu alacaqsınız. Mütləq özünüz necə bir şey istəyirdiniz, necəsin xəyalını qururdunuz, nə edirdinizsə, onu alacaqsınız. Alacaqsınız. Sizə maşın görün, üçüncü variant seçənləri. Bugünlük bu qədər. Hələlik sağ olun.